Hər kəsə salam. Bugünkü izahlı təhlilimizə xoş gəlmisiniz. Baxın, təhsil hamımızın ən həssas nöqtəsidir, elə deyilmi? Bugün biz dosent İlham Əhmədovun çox maraqlı, bəlkə biraz sərt, amma tamamilə yerində olan bir məqaləsini dərindən təhlil edəcəyik. Söhbət ölkəmizdə, yəni Azərbaycanda təhsil ekspert anlayışının necə böhran yaşamasından gedir. Biz ekspert sözünün zamanla necə dəyişdiyini, əslində kimlərin bu ada layiq olduğunu və ən əsası vəziyyətdən necə çıxa biləcəyimizi müzakirə edəcəyik. Heç vaxt itirmədən gəlin birbaşa mətləbə keçək. Təhlilə başlamaq üçün müəllifin elə məqalədəki bu cümləsini xüsusilə vurğulamaq istəyirəm. Ekspertlik çox vaxt şəxsi nüfuz və mediatik görünürlüklə əvəz olunur. Yəni, bir anlıq düşünün, bu cümlə əslində problemi tam mərkəzindən vurur. Dərin, əsaslı biliyin və real analizin yerini sadəcə mediada tez-tez görünmək və populyarlıq tutub. Bu, həqiqətən də çox ciddi ziddiyyətdir. Və bu ziddiyyət bizi o ən əsas, həm də çox sadə səslənən suala gətirib çıxarır. Yaxşı, bəs təhsil eksperti əslində kimdir? Sizcə kimdir? Hər gün televiziyada çıxış edən, yoxsa sosial şəbəkələrdə minlərlə bəyənmə toplayan kimsə? Bəlkə də çoxumuz fərqində olmadan belə düşünürük. Amma elmi və peşəkar standartlara görə reallıq tamamilə başqadır. Elə isə gəlin gündəliyimizə qısa bir nəzər salaq. Əvvəlcə ekspertiza böhranından danışacağıq. İkinci, əsl ekspert və müəllim arasındakı fərqə baxacağıq. Ardınca təcrübə kifayətdirmi sualını müzakirə edib əsas səriştələrə keçəcəyik. Daha sonra sistem xətalarını tapıb, yekunda isə Azərbaycan üçün təklif olunan o 4 addımlıq yol xəritəsini incələyəcəyik. Birinci hissə ekspertiza böhranı, informasiya dövründə devalvasiya. İlham Əhmədov haqlı olaraq vurğulayır ki, indiki rəqəmsal informasiya dövründə ekspert sözünün özü sanki inflyasiyaya uğrayıb, əvvəlki dəyərini itirib. Baxın, bu müqayisə əslində hər şeyi izah edir. Bugün kiminsə sosial şəbəkədə yaxşı danışığı, emosional və bəzən də populist çıxışları varsa, biz dərhal onu ekspert adlandırırıq, elə deyilmi? Amma bu sadəcə bir mifdir. Əsl ekspert emosiyalarla, yox, rəqəmlərlə, datalarla danışır. O, məlumatlara əsaslanır, mürəkkəb hadisələr arasında səbəb-nəticə əlaqələrini tapır və ortalığa konkret, real həll yolu qoyur. Yəni, o, sadəcə fikrini deyib kənara çəkilmir, sistemi analiz edir. Əhmədovun təhlilində xüsusilə diqqətimi çəkən və sizi də düşündürəcək başqa bir məqam da var, bu da struktur və idarə etmə ilə bağlıdır. Müəllif qeyd edir ki, bəzən ekspertləri təyin edən, seçən menecerlərin özlərinin peşəkarlıq səviyyəsi həmin o real ekspertlərdən aşağı olur. Təsəvvür edirsiniz, bu sanki şagirdin müəllimdən imtahan götürməsinə bənzəyir və təbii ki, belə olduqda təhsil siyasətimiz elmdən uzaqlaşır, sadəcə təsadüflərə və anlıq qərarlara tabe olur. İkinci hissə, əsl ekspert və müəllim. Sistemi bütöv görmək. Bəs ekspertin fəaliyyət dairəsi haradan başlayıb, harada bitir? Burada bu iki anlayışı mütləq bir-birindən ayırmalıyıq. Gəlin razılaşaq ki, müəllimlər təhsilin onurğa sütunudur. Bu, inkar edilməzdir. Amma müəllimin əsas işi haradır? Sinif otağı, dərs prosesi və şagirdlər. Lakin təhsil eksperti dediyimiz şəxs məsələyə çox daha yuxarıdan, makro səviyyədən baxmağı bacarmalıdır. O, təkcə pedaqogikanı yox, həm də sosiologiyanı, psixologiyanı, lap elə iqtisadiyyat və idarəetməni bir yerdə təhlil edə bilməlidir. Bir sözlə, söhbət ancaq sinif otağından yox, bütün sistemin gedisatından gedir. Üçüncü hissə, təcrübə kifayətdirmi? Məşhur 5 illik qayda debatı, dövlət rəsmiləri tərəfindən yaxınlarda irəli sürülən bir meyar bizi elə bu maraqlı sualla üz-üzə qoyur. Yəqin ki, çoxunuz Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin bu fikrini eşitmisiniz. Təhsil sahəsində ən azı 5 il işləyən və elmi araşdırmaları dərc olunan adamlar təhsil eksperti adı qazana bilər. Müəllif İlham Əhmədov bu fikrə çox hörmətlə yanaşır, onu yaxşı bir başlanğıc hesab edir. Amma əlavə edir ki, əslində məsələ sahədə sadəcə müəyyən illər keçirməklə bitmir. Niyə? Çünki reallığa baxaq, bir insanın təhsil sahəsində düz 20 illik iş stajı ola bilər. Amma bu, heç də o demək deyil ki, onun avtomatik olaraq sistemli, analitik düşünmə qabiliyyəti yaranıb. Əksinə, daha az praktik təcrübəsi olan, lakin çox güclü elmi, analitik bacarıqları olan gənc bir tədqiqatçı sistemi ondan daha çox fayda verə bilər. Yəni, ekspertiza təkcə iş stajı ilə illərlə ölçülmür. Dördüncü hissə, əsas səriştələr. Ekspertliyin altı sütunu. Bəs yaxşı, bu qədər bacarıq deyirik.
Əsl ekspert konkret nələrə sahib olmalıdır? Müəllif əsl ekspert olmaq üçün 6 əsas sütun sadalayır. Analitik düşüncə və elmi tədqiqat təbii ki, təməldir. Amma müasir ekspert yerli çərçivədə qala bilməz axı. O, Finlandiya, Sinqapur kimi beynəlxalq modelləri bilməli, qlobal düşünməlidir. Üstəlik, süni intellekt kimi gələcək trendlərin təhsilə necə təsir edəcəyini əvvəlcədən proqnozlaşdırmağı bacarmalıdır. Və ən əsası, bütün bu qəliz, mürəkkəb məlumatları gəlib ictimaiyyətə tam sadə və manipulyasiyasız şəkildə çatdırmalıdır. Asan deyil, hə? Bax, elə bütün bu tələbləri bir sistemə salmaq üçün müəllif elmi bir terminə, professioqram anlayışına müraciət edir. Biraz qəliz səslənsə də, əslində mənası sadədir. Bu, müəyyən bir peşənin, bizim halımızda təhsil ekspertinin həm akademik, həm praktik, həm də etik standartlarını özündə birləşdirən ideal professional modeldir. Cədvələ nəzər salsanız, bu professioqramın Azərbaycan reallığında nə qədər əhatəli olduğunu görəcəksiniz. Fikir verin. Təkcə pedaqogika bəs eləmir. Həm də siyasət və sosiologiya kimi akademik baza lazımdır. Məktəb və universitetdə praktik təcrübə olmalıdır. Üstəlik, məqalələr və analitik hesabatlar yazmaq kimi elmi fəaliyyət mütləqdir. Və bugün bəlkə də ən vacib olanı, data və texnologiya savadlılığı. Yəni bir ekspert statistik rəqəmlərlə, süni intellektlə, rəqəmsal platformalarla əyaqlaşmağı sözün əsli mənasında bacarmalıdır. Amma bilirsiniz, ekspertin nələri bacarması qədər nələri etməməsi də eyni dərəcədə mühümdür. Əsl ekspert qeyri-müəyyənliyi qəbul edir. Lazım gəlsə, mən bunu bilmirəm deməkdən qətiyyən çəkinmir. O, populist çıxışlardan, insanları emosional manipulyasiya etməkdən uzaqdır. O, özünü hər şeyi bilən mütləq bir avtoritet kimi aparmır və ən əsası, qərarlarını şəxsi və ya siyasi maraqlara deyil, yalnız və yalnız milli maraqlara və obyektiv dəlillərə əsaslandırır. 5-ci hissə, sistem xətaları, niyə biz belə bir böhran yaşayırıq? Yaxşı, əgər ideal ekspertin necə olmalı olduğunu bu qədər dəqiq biliriksə, niyə indi belə vəziyyətdəyik? Təhlil fərdləri günahlandırmır, əvəzində bizi diqqətimizi birbaşa sistemə, infrastruktura yönəltməyə dəvət edir. Müəllif burada 4 əsas sistem xətasını üzə çıxarır. Baxın, ölkədə sistemli təhsil analitikası zəifdir. Müstəqil tədqiqat mərkəzləri demək olar ki, yox səviyyəsindədir. Məlumat mühiti qapalıdır, biz asanlıqla rəsmi datalara çıxış əldə edə bilmirik və təəssüf ki, sağlam elmi debat mədəniyyəti formalaşmayıb. Təsəvvür edin, bütün bu elmi infrastruktur əksik olanda həm media, həm də cəmiyyət neynəsin? Məcbur qalıb datalara yox, sadəcə ekranda ən çox görünən, ən çox səs salan fərdlərə inanırlar. Hər şey bu qədər sadədir. 6-cı hissə. Yol xəritəsi, 4 konkret həll yolu. Dosent Əhmədov yalnız hər şey pisdir deyib problemi diaqnoz etmir, o bizə vəziyyətdən çıxış üçün çox aydın, praktiki bir yol xəritəsi göstərir. Onun təhlilinə görə təhsil sistemimizi ancaq bu 4 addımla xilas edə bilərik. Birincisi, dərhal ekspertlər üçün rəsmi peşə standartları hazırlanmalıdır. Bilək ki, biz əslində kimi dinləyirik. İkincisi, şəxsi fikirlərə yox, yalnız dataya əsaslanan müstəqil analitika mərkəzləri qurulmalıdır. Üçüncüsü, fərdləri yox, fərdlərin gətirdiyi argumentləri və sübutları müzakirə edə biləcəyimiz açıq elmi debat mühiti yaradılmalıdır. Və nəhayət dördüncüsü, yeni qərarlar bütün ölkəyə tətbiq olunmamışdan əvvəl mütləq eksperimental laboratoriyalarda sınaqdan keçirilməlidir. Və gəldik yekuna. Bütün bu addımlar bizi çox həlledici bir düşüncə ilə baş-başa buraxır. Əgər biz ekspert anlayışını bu sosial mediada tanınmaq bataqlığından xilas edib, elmi əsaslara qaytara bilməsək, bizim təhsil siyasətimiz kimlərin, hansı təsadüflərin ümidinə qalacaq? Özümüzdən soruşmalıyıq. İstəyirik ki, gələcəkdə ölkənin təhsil sistemini elm yönləndirsin, yoxsa təsadüfi emosiyalar? Qərar sizin, mənim, yəni cəmiyyətin birgə atacağı addımlardan asılıdır. İzlədiyiniz üçün təşəkkürlər.